Salam mənim əzizlərim, davam edirik oxatan burcu ilə. Mart sənin üçün ev, karyera balansı, sevgi enerjisi, gələcək planlar ayıdır. Ayın əvvəlində məsuliyyət daha çoxdur sizin üzərində, sonunda isə artıq rahatlama mərhələsidir sizin üçün. 1-2 Mart. Hər şeyi axışına buraxın. Ev və ailə mövzuları düşüncəni məşğul eləyə bilər. Daxili narahatlıq, qərarsızlıq olmasın, səbirli olmaq vacibdir. Heç nə üçün tələsmə, xüsusən də ailə içi məsələlərdə. 3 Mart dolunayı karyera və status sahəsində olacaq. İşdə nəticə tamamlanma qərar verməlisiniz, amma bu dava-dalaşla olmamalıdır. Rəhbərliklə bağlı mövzular üzə çıxa bilər. Çalışın, sakitliyinizi qoruyasınız. Bu dolunay sənə istiqamət göstərəcək. Aqressiyadan uzaq olun. 4-18 Mart. Sevgi, yaradıcılıq, şəxsi isteklər aktivləşir. Özünü ifadə etmək istəyirsən, fikirlərini bildirmək istəyirsən, beynində olan, yığışan fikirləri aydınlıq gətirmək istəyirsən, uşaq və yaxud da şəxsi layihə mövzusu gündəmdə ola bilər. 4-18 Martda. 19 Mart yeni ay. Ev və ailə ilə bağlı yeni başlanğıcdır oxatanlar üçün. Özünə inan, köç, ev dəyişimi və yaxud da ailə ilə bağlı qərarlar verə bilərsiniz. Daxili təhlükəsizlik qurmaq istəyi ola bilər. Bu tarixdən sonra da harada rahatam, özümə inanıram sualı, yəni inancınız o qədər böyükdür ki, artıq rahatlıqla addım ata biləcəksiniz. Sizə harada rahatdırsa, ora doğru istiqamət ala biləcəksiniz. 20 Martdan sonra sevgi enerjisi yüksəlir, özünü daha açıq, cəsarətli hiss edirsən, daha motivasiyalısan, yaradıcılıq, şəxsi layihələr üçün çox güclü bir dövrdür. Sevgiyə baxaq. Bir 10 Mart. Qarşı tərəf səni müşahidə edir. Açıq addım gecikə bilər. Başı işə, pula qarışıqdır. Həmin o qarşı tərəfin də işlə bağlı ola bilsin ki, biraz zehni qarışıqdır. Bu səbəbdən açıq addımlar biraz gecikə bilər. 3 Mart dolunayı. İş və münasibət arasında seçim mövzusudur. Münasibətlərdə real vəziyyət üzə çıxır. 19 Martdan sonra artıq münasibətlərdə ciddiləşmə enerjisidir. Ev qurmaq, münasibəti daha da bir üst mərhələyə daşımaq. Subaylar üçün ailə yönümlü tanışlıq ola bilər. Evlilər üçün münasibətdə hər şeyi danışaraq həll etmə mərhələsi ola bilər. Pul. 1-9 Mart. İşlə bağlı çox gözəl xəbərlər ala bilərsiniz. Amma gecikmə də mümkündür. Buna baxmayaraq daha sizin çətin sandığınız hər hansısa bir işin həlli ola bilər. Yeni bir iş təklifi də ala bilərsiniz. 10-18 Mart. Əlavə qazanc, layihələr ola bilər. Yaradıcılıqdan gəlir əldə edə bilərsiniz. Özünüzə inanın, doğru yoldasınız. Yəni təcrübələrinizə güvənərək pulu idarə edəcəksiniz. 22-30 Mart. Maddi sabitlik, uzun müddətli plan. Yəni bu ola bilər ki, əvvəldən, köhnədən iş planlarınız olub və bu iş üzərində işləyirsiniz və keçmişdən sizin pulla bağlı, işlə bağlı hansısa bir planlarınız olub və həmin bu planlar uzun müddətli olacağından xəbər verir. Ümumilikdə Mart ayı üçün oxatanlar üçün bir kart çəkəcəm, Mart mesajı. Ürəyinizlə beyniniz arasında sanki bir müharibədəsiniz, savaş kimidir. Amma siz çox qərarlısınız. Bu ay sənə doğru istiqaməti göstərəcək. Yəni, harada inkişaf var, oxatan oradadır. Bu qədər mənim əzizlərim. Əgər video sizə toxundusa, bəyənməyi və paylaşmağı unutmayın.